Hər kəsə salam. Visionary AI layihəsinin növbəti videosundan hər birinizi salamlayıram. Biz bugün Leonardo Sonnet alətindən istifadə etməyi öyrənəcəyik. Əvvəlcə hər hansısa bir axtarış brauzerinə Leonardo AI yazırıq və çıxan ilk sayta daxil oluruq. Sayta daxil olduqdan sonra başlayın düyməsini sıxırıq və qarşımızda Leonardo'nun səhifəsi açılır. Leonardo bizə möhtəşəm rəsmlər yaratma imkanı tanıyır. Həm də bir neçə saniyə içərisində. Səhifə açıldıqdan sonra ekranın sol tərəfində olan menyudan qeydiyyatdan keç düyməsini sıxaraq Apple, Google, Microsoft və e-mail hesablarımızla qeydiyyatdan keçirik. Mən hal-hazırda açıq olan Google hesabımla qeydiyyatdan keçirəm. Açılan pəncərədə meyli seçdikdən sonra davam et düyməsini sıxıram. Və budur. Artıq Leonardo bizim qarşımızdadır. Yeni bir rəsm yaratmaq üçün ekranın yuxarı hissəsində çıxan Type a Prompt yazılı butonu sıxırıq və yaratmaq istədiyimiz rəsmin promptunu daxil edirik. Gəlin biz bugün maraqlı bir animasiya rəsmi yaradaq. Promptu yazmaq üçün isə ChatGPT-dən kömək alacağım. ChatGPT-yə mənə Leonardo AI üçün rəsm promptu yazmanı xahiş edirəm. Əgər sizin ağlınızda hər hansısa bir rəsm yazı varsa, bunu detallı şəkildə ChatGPT-yə təsvir edə bilərsiniz və o sizin ağlınızdakı izyanı saniyələr içərisində möhtəşəm bir prompta çevirəcək. Promptun İngiliscə olan versiyasını seçib kopyalayıram və daha sonra isə Leonardo'da yapışdırıram. Burada Generate düyməsini sıxaraq bir neçə saniyə içərisində Leonardo bizim rəsmimizi yaradır. O rəsmi yaradarkən gəlin sizə sol tərəfdəki menyudan danışım. Buradakı menyuda müxtəlif stillər var. Məsələn, dinamik, creative, version, portrait və s. kimi stillərdən seçə bilər. Eyni zamanda rəsmin ölçüsünə 2-nin 3-ə, 1-in 1-ə, 16:9 və s. öz istədiyimiz ölçünü burada qeyd edə bilərik. Number of image hissəsində isə Leonardo'nun bizə tək bir prompt daxilində neçə rəsm yaradacağını göstərir. Və artıq biz bu menyunu başa salarkən Leonardo bizim rəsmlərimizi yaradır. Və budur. Bir neçə saniyə içərisində artıq rəsmlərimiz hazırdır. Rəsmlərin daha sürətli hazırlanması və daha detallı, daha yüksək keyfiyyətli hazırlanması üçün siz Leonardo'nun Pro versiyasına da abunə ola bilərsiniz. Bunun üçün yuxarıda Upgrade düyməsini sıxırıq və açılan pəncərədən bizə ən uyğun büdcəli olan hissəni seçib Subscribe düyməsini sıxaraq abunə ola bilərik. Bizi izlədiyiniz üçün təşəkkür edirik.